2026-cı ildə Azərbaycanda ilk uşaq Naxçıvanda dünyaya gəlib. Doğru xəbər Azərbaycan xəbər verir ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə saat 00:01-də Gülməmmədovlar ailəsində oğlan uşağı doğulub. 2 kilo 600 qram çəkisi olan körpə keysəriyyə əməliyyatı ilə dünyaya gəlib və tam sağlamdır. Yeni ilin ilk dəqiqəsində dünyaya göz açan körpənin valideynləri uşağa Rəsul adı verəcəklərini deyiblər. 2026-cı ilin ilk qız uşağı dünyaya gəlib. Doğru xəbər Azərbaycan bildirir ki, körpə yanvarın 1-i gecə saat 00:40 radələrində Təbin nəzdindəki Şamaxı rayon mərkəzi xəstəxanasında dünyaya göz açıb. Körpənin cinsi qız, çəkisi 3 kiloqram 200 qramdır. Doğuş təbii yolla baş tutub. Hazırda ananın və yeni doğulmuşun vəziyyətinin yaxşı olduğu bildirilir. Qeyd edək ki, körpə 2001-ci il təvəllüdlü qadının 3-cü övladıdır. Allah qorusun.